İmam Cəfər Sadiq əleyhissalamdan 9 nəsihət. Bir nəfər İmam Cəfər Sadiq əleyhissalamdan xahiş etdi ki, ona nəsihət versin. İmam buyurdu, 9 məsələyə əməl etməyi sənə tövsiyə edirəm. Bunlar yalnız sənin üçün deyil, Allahın yolunda olmağı diləyən hər kəs üçün faydalıdır. Allahdan istəyim budur ki, sənə də bu göstərişlərə əməl etmək qüdrətini versin. Tövsiyələrimdən 3-ü əxlaqı gözəlləşdirmək və nəfsi tərbiyə etmək barədədir. 3-ü səbr və dözüm haqqında, qalan 3-ü isə elm və bilik mövzusundadır. Bu məsələlərdə diqqətli ol və bunlara qarşı saymazyanlıq etmə. Əxlaqı gözəlləşdirmək və nəfsi islah etmək barədə olan göstərişlərin bunlardır. Birincisi, ürəyin istəməyən qidanı yeməkdən çəkin. Bu insanda nadanlıq və kütbeyinlik yaradar. İkincisi, acmadığın zaman yeməkdən qətiyyətlə çəkin. Üçüncüsü, həmişə halal qida ye və yeyən zaman Allahın adını çəkib Bismillah de. Səbr və dözümlə bağlı 3 tövsiyəm bunlardır. Birincisi, kimsə sənə bircə kəlmə söysən, ondan 1000 qat artığını sənə deyəcəyəm söyləsə, sən cavabında de, əgər sən mənə 10 dəfə pis söz desən də, bircə kəlmə pis cavabı verməyəcəyim. İkincisi, kimsə səni söysə, ona belə cavab ver. Əgər mənim haqqımda dediklərin doğrudursa, Allahdan istəyim budur ki, məni bağışlasın və günahımdan keçsin. Əgər dediklərin yalandırsa, Allahdan diləyirəm ki, səni bağışlasın. Üçüncüsü, hər kim sənə pis söz və söyüş vədəsi versə, sən ona nəsihət və hörmət vədəsi ver. Nəhayət, elm və bilik haqqındakı 3 göstərişim bunlardır. Birincisi, bilmədiyini alimlərdən soruş, amma bunu onlara əziyyət vermək və onları yoxlamaq məqsədi ilə etmə. İkincisi, heç bir işdə yalnız öz fikrinə əsaslanma, başqaları ilə məsləhət et. Həmişə ehtiyata riayət et. Üçüncüsü, bilmədiyin məsələ haqqında və ya haqsız yerə fətva verməkdən elə çəkin ki, sanki amansız şirdən qaçırsan. Cəmaatın xeyrindən və ziyanından ötürü özünü körpü etmə. Yəni, haqsız yerə kiminsə xeyir görüb, kiminsə ziyan çəkməsi üçün vasitə olma.